Salam müəllimlər. Bugün biz müsahibə sualları 2026 mövzusunda dərs 4-ə başlayaq. Yenə də təkrarlayaq ki, yadımıza salaq ki, hansı meyarlar qiymətləndiriləcək? Demək, proqram üzrə mövzunu təqdim etmə bacarığı 12 baldır. Təhsil alanları qiymətləndirmə bacarığı 8 baldır. Özünü təqdim etmə 8 bal, pedaqoji prosesi təşkil etmə 8 bal, ünsiyyət 4 bal. Özünü təqdim etməklə proqram üzrə mövzunu təqdim etmə birlikdə 20 baldır. Keçid balı da 20 baldır. Maksimum bal isə 40 baldır və əgər özünü təqdim etmə yüksək səviyyədə keçirilərsə, proqram üzrə mövzunu təqdim etmə keçirilərsə, siz keçid balını artıq toplamış olursunuz. Və digər meyarlar var ki, onları da öyrənməklə siz maksimum balı, yəni 40 balı əldə etmiş olursunuz. Özünü təqdim etməni bir daha yadımıza salaq. Yəni, əsas nələrə fikir veririk burada? Biz şəxsi məlumatlarımızı deyirik. İçəri daxil olduqda, ilk dəfə içəri daxil olduqda pozitiv, xoş əhval-ruhiyyə ilə qarşı tərəfə, münsiflərə salam verib, özümüzü təqdim edirik. Və burada nəyə fikir veririk? Geyimimiz səliqəli, çalışaq ki, ağ köynək, qara yubqa və yaxud mavi, açıq rəng, boz rəng olsun, bu rəngdə geyimlər olsun. Aksesuarlardan istifadə etməyək, yəni aşırı dərəcədə şit formada istifadə etmək olmaz. Makiyaj sadə olmalıdır və qamətimizi dik tutaraq, münsiflərlə, qarşı tərəflə göz təması quraraq biz sualları cavablandırmalıyıq və yaxud özümüzü təqdim etməliyik. Öz şəxsi məlumatlarımızı deyirik, ad, soyad, ata adı, doğum tarixi, hansı məktəbdə təhsil almışıq, hansı universitetə qəbul olmuşuq. Daha sonra pedaqoji fəaliyyətimiz haqqında danışırıq. Yəni, hansı məktəbdə biz işləyirik, bu fəaliyyətimiz dövründə bizim hansı uğurlarımız var, hansı, məsələn, sertifikatlar almışıq və yaxud hər hansı bir kitabın müəllifiyik, prezident təqaüdçüyük, ilin müəllimiyik. Bu haqda informasiyalar deyirik, əgər varsa. Yoxdursa, şagirdlərin uğuru elə müəllimin uğurudur. Bu haqda, şagirdlərimizin uğurları haqda, hansı olimpiyadanın qalibidir, hansı universitetin məzunlarıdır. Bax, bu haqda məlumatlar veririk. Və suallar olaraq veriləcək suallara baxaq. Scaffolding nədir? Sualına necə cavab veririk? Scaffolding şagirdin ümumi həyatını əhatə edir və müvəqqəti olaraq göstərilən dəstəkdir. Biz Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsindən bilirdik ki, Lev Vygotsky belə bir nəzəriyyə irəli sürmüşdü ki, uşaqlar ünsiyyət əsasında, yəni sosial bir şəraitdə daha yaxşı öyrənirlər. Ünsiyyət quraraq bir-birindən daha yaxşı öyrənirlər. Yəni, burada müvəqqəti dəstək var. Bu müvəqqəti dəstək şagirdin bacara bilmədiyi o bacarıqları şagirdə öyrədir və onu müvəqqəti dəstək edərək onu inkişaf etdirir. O vaxta qədər ki, şagird özü sərbəst o bacarıqları icra edəcək. Və o öyrənməni 3 zonaya ayırmışdı. Birinci zona, burada şagirdin bacara biləcəyi hərəkətlərdir. İkinci zona, şagirdin bacara bilməyəcəyi hərəkətlərdir ki, ona müvəqqəti dəstək, kömək lazımdır ki, o, bu bacara bilmədiyi çətin hərəkətləri icra edə bilsin. Üçüncü zonada isə artıq şagird üçün o çətin, o mürəkkəb işlər onun üçün asan olub, artıq o bacarıqlara mənimsəyib. Demək, scaffolding nədir sualına? Belə cavab verir ki, scaffolding şagirdin ümumi həyatını əhatə edir və müvəqqəti olaraq göstərilən dəstəkdir. Müəllim bir fasilitatordur, yəni bələdçidir, yol göstərəndir. Fasilitator kiçik anlayışdır, scaffolding isə geniş anlayışdır. Yəni, bir ömür boyu birinin sənə müvəqqəti olaraq göstərdiyi dəstək scaffoldingdir. Amma təhsil prosesində, məsələn, bir dərs prosesində
bir 45 dəqiqə ərzində müəllim şagirdə bələdçilik edəcək, fasilitatorluq edəcək, yəni ona müəyyən dəstək olacaq. Bu isə fasilitatordur. Problem əsaslı öyrənmə nədir? Problem əsaslı öyrənmə müasir təlim modellərindən biridir. Problem əsaslı öyrənmə, layihə əsaslı öyrənmə, oyun əsaslı öyrənmə, oyunlaşdırma əsaslı öyrənmə. Bunlar müasir təlim modellərindən biridir. Yəni, problem əsaslı öyrənmə dedikdə, həyatdan, real, həyati problemin şagirdlər tərəfindən müzakirəyə çıxarılaraq öyrənilməsidir. Və bu, kollektiv şəkildə aparılır. Şagirdlərdə 21-ci əsr bacarıqları formalaşdırılır. Yəni, şagirdlər həyatda olan real bir problemi aşkar edəcəklər, onu araşdıraraq, müzakirə edərək onları öyrənəcək. Burada 21-ci əsr bacarıqları formalaşır. Hansıdır? Yaradıcı təfəkkür, tənqidi təfəkkür, kommunikasiya, yəni ünsiyyət, kooperasiya, əməkdaşlıq. Şagirdlər bir-birlə ünsiyyət quracaq, müzakirə edəcək, əməkdaşlıq edəcək və bu bacarıqlar da 21-ci əsr bacarıqlarıdır ki, şagirdlərdə formalaşdırılır. Dərsdə layihənin hazırlanması nədir? Dərsdə layihənin hazırlanması, yəni layihə əsaslı öyrənmə təlim modelidir. Yəni, o layihə əsasında şagird öyrənəcək və yeni bir məhsul ortaya qoyacaq. Dərsdə layihənin hazırlanması isə başqa bir anlayışdır. Yəni, şagirdlər bilik və bacarıqlara tam yiyələndikdən sonra bu biliklər əsasında layihə hazırlayırlar. Yəni, öyrəniləni tətbiq etmək dərsdə layihənin hazırlanmasıdır. Şagird bilik və bacarığa yiyələndi, o biliyi, bacarığı əsasında layihə hazırlayacaq. Bu, dərsdə layihənin hazırlanmasıdır. Layihə əsaslı öyrənmə nədir? Layihə əsaslı öyrənmə real həyatdan problem götürülür və bunun əsasında araşdırmalar olur. Və bu araşdırma uzun müddət vaxt tələb eləyir. Məsələn, şagird 6 ay, 1 il, hətta 1 il yarım belə o layihə əsaslı öyrənmə təlim modelindən istifadə edərək problemi kollektiv şəkildə araşdıracaqlar, müzakirə edəcəklər, bir-birini dinləyib öyrənəcəklər və hər bir şagirdin orada bu qrup halında olur, qruplarla işdir və müəllim burada şagirdlərə rəhbərlik eləyəcək. Şagirdlər araşdırıb, axtarıb, öyrənəcək və bu olur layihə əsaslı öyrənmə. Və sonda bir məhsul ortaya çıxarılacaq, bir təqdimat olunacaq. Yəni, bu təqdimatda da sinif daxilində ola bilər və yaxud sinifdən xaric ola bilər və yaxud şagirdlər hər hansı bir məkanı təqdimat etmələri üçün tuta bilərlər. Orada müəllimlər, valideynlər və digər qonaqlar dəvət oluna bilər və onlar öz təqdimatlarını etdikdə o yaşadığı hadisələrdən, o duyduqları şəxsi duyğuları ilə bağlı fikirlərini də bölüşürlər. Bu da şagirdlərdə özünə güvən, daha maraqlı öyrənməyi təmin edir ki, şagirdlər bu müasir modellərdən istifadə edərək, özləri kəşf edərək öyrənəcək. Bu da şagirdlərin deməli, tam marağına uyğun olduğu üçün öyrənmə keyfiyyətli olur. Bullyingi necə aradan qaldırırsınız? Bu suala necə cavab veririk? Sinifdə sağlam mənəvi psixoloji mühit yaratmaqla. Bəli, hər bir sinifdə müəllim dəstəkləyici mühit yaratmalıdır. Yəni, sağlam psixoloji mühitin olması ilə dəstəkləyici mühitdir. Müəllim elə bir şərait yaratmalıdır ki, şagirdlə elə bir təmas, elə bir ünsiyyət qurmalıdır ki, şagird qorxmadan, çəkinmədən fikrini, sualını və ya hər hansı bir çətinliyi, problemi varsa, onu müəllimə deyə bilsin, rahat şəkildə. Əgər müəllim səsini qaldırırsa, üzünü turşudursa, artıq bu olmayacaq. Şagird öz çətinliyini, öz sualını müəllimə verə bilməyəcək. Ona görə də sinifdə sağlam mənəvi psixoloji mühit yaratmaq, bullyingi arada qaldırmalarının yollarından biridir. Yəni, bir şagird digərini incidirsə, ona bullying göstərir, fiziki, psixoloji təzyiq göstərəcək. Əgər sağlam mənəvi psixoloji mühit varsa,
şagird o çətinliyini müəllimə deyəcək. Valideynlə əməkdaşlıq. Ola bilsin ki, şagird sinifdə müəlliminə heç nə demir, valideynə deyə bilər və müəllim valideynlə əməkdaşlıq qurmalıdır. Psixoloq ilə əməkdaşlıq etməlidir. Düzgün şəxsiyyət formalaşdırmaqla, yəni mənəvi dəyərlərimiz var ki, bunları yazılı olaraq biz sinif divarından asırıq və onu şagirdlərə söhbətlər aparırıq, empatiya hissi aşılayırıq. Yəni, bu da bullyingin qarşısını alan yollardan biridir. Aylıq və illik hesabatları necə verirsiniz? Aylıq hesabatlar, tapşırıqlar, KSG-lər, yəni kiçik summativ qiymətləndirmələr planlaşdırma vasitəsilə verilir. İllik hesabatlar isə yarım illik, illik qiymətləndirmə, illik planlaşma vasitəsilə məktəb rəhbərliyinə verilir. Nəticədən planlama harada istifadə edilir? Bəli, nəticədən planlama gündəlik planlaşmada, gündəlik planlaşma yəni icmaların yazılması deməkdir. İllik planlaşmada nəticədən planlamadan istifadə olunur. Yəni təlim nəticələri var, qiymətləndirmə var, bir də öyrənmə fəaliyyətləri var ki, bu nəticədən planlamanın əsas tərkib hissələridir ki, bunun əsasında icmalar yazılır. İstər illik, istər də gündəlik planlaşmada. Və icmal nədir? Dərsin planlaşdırılmasıdır və biz icmalı necə yadımıza saxlayırıq? AMIR abreviaturası ilə yadımıza saxlayırıq. Yəni, necə ki, kurikulumun keyfiyyət göstəricilərini biz PEDA sözü ilə yadımıza saxlamışdıq. Kurikulumun keyfiyyəti ondan ibarətdir ki, o praktikdir, öyrənilərini tətbiq etmək bacarığı, effektivdir, müasir dövrə uyğundur, davamlıdır, yəni daim dəyişir, yenilənir, gündəmdə qalır və aktualdır, günün tələbinə cavab verir. Bax, bu anlayışı biz PEDA sözü ilə yadımıza saxlamışdıq. Burada isə icmal nədir sualını AMIR abreviaturası ilə yadımıza saxlayırıq. Yəni A. Alt standart, M. Məqsəd, yəni alt standartdan təlim nəticəsi çıxarılır. Təlim məqsədi, dərsin məqsədi çıxarılır alt standartdan. Bəzən alt standartın özünü də məqsəd kimi götürmək olur. Məqsədə əsasən mövzu seçilir və o mövzular inteqrasiya olunacaq. Ola bilsin ki, fən daxili inteqrasiya, yəni bu da və yaxud fənlər arası, fən üstü inteqrasiya olunsun. Artıq o mövzuya əsasən inteqrasiyanı qururuq. İş formaları, deməli, məqsədə əsasən seçilir, təlim nəticəsinə əsasən seçilir. İş üsulları, resurslar. İnteqrasiyanı bir daha yadımıza salaq. İnteqrasiya, inteqrativlik kurikulumun prinsiplərindən biridir və inteqrativlik nə deməkdir? Bütöv, tam deməkdir. İnteqrasiya isə əlaqə deməkdir. Yəni, o əlaqələr bütövün, tamın var olmasına xidmət edir. Bir məktəbdə keçirilən o fənlər, o dərslər bir-biri ilə əlaqəlidir. Onlar bütövün, tamın var olmasına xidmət edir. Məsələn, fən daxili inteqrasiya var və özü də iki yerə bölünür. Fən daxili üfüqi, fən daxili şaquli. Yəni, bir fənin daxilində olan mövzuların bir-biri ilə əlaqəsi. Fən daxili inteqrasiyadır. Üfüqi şaquli nədir? Tutaq ki, fizika fənnindən bugün keçəcəyim mövzunu mən əvvəlki keçdiyim mövzu ilə əlaqələndirirəm. Bu olur fən daxili üfüqi inteqrasiya və yaxud məzmun xətlər bir fənin daxilində bir sinif üzrə, yəni məsələn 7-ci sinifi götürürəm. 7-ci sinifdə fizika fənninin mövzularının bir-biri ilə əlaqəsi və yaxud məzmun xətlərinin bir-biri ilə əlaqəsi. Fən daxili üfüqi inteqrasiyadır. Fən daxili şaquli inteqrasiya isə, məsələn, 11-ci sinifdə keçdiyim dərsi deyirəm ki, uşaqlar, yadınızdadır, biz bu dərsi 9-cu sinifdə keçmişdik. Elektromaqnit induksiya hadisəsini keçirəm. Tutaq ki, 11-ci sinifdə. Deyirəm ki, bunu biz 9-cu sinifdə keçmişdik. Artıq genişlənmiş formada izahını verirəm. Yəni, bu da olur fən daxili şaquli inteqrasiya. Siniflər bir fənin daxilində
siniflər arası mövzuların əlaqəsi. Şaquli sözü ilə siniflər arasındakı mövzuların əlaqəsini biz götürürük fəndaxili şaquli inteqrasiya. Fənlərarası inteqrasiya isə müxtəlif fənlər arasında mövzuların əlaqəsidir. Fənüstü inteqrasiyada o mövzunun həyatla əlaqəsidir. İş formalarında yadımıza salaq. 4 iş forması var. Fərdi iş forması, cütlərlə iş forması, qrupla iş forması və kollektiv, bütün siniflə iş forması. Hər birində özünə məxsus xüsusiyyətləri var. Məsələn, fərdi iş formasında şagird, müəllim hər bir şagirdin bilik səviyyəsinə uyğun, marağına uyğun yanaşa tapşırıqlar hazırlayacaq və bu olur, deməli, şagird öz potensialını sərbəst işləyərək öz potensialını ortaya qoyur. Bu olur fərdi iş forması. Və burada özünü qiymətləndirmə var, müəllim qiymətləndirməsi var. Mənfisi nədir? Şagird burada əməkdaşlıq, ünsiyyət şagirddə inkişaf etmir. Çünki digər şagirdlərlə ünsiyyət qurmur, özü sərbəst araşdırır. Cütlərlə iş formasında 2 şagird birlikdə tapşırığı araşdıracaq, biri digərindən öyrənəcək. Burada şagirddə əməkdaşlıq, ünsiyyət formalaşacaq, empatiya hissi, paylaşmaq, dinləmə mədəniyyəti formalaşacaq və deməli, qiymətləndirmə də özünü qiymətləndirmədir, yoldaş qiymətləndirməsidir, bir də müəllim qiymətləndirməsi var. Bunun mənfisi nədir? Mənfisi odur ki, şagird ola bilsin ki, müəllim şagirdlərə cütlərlə iş forması apardıqda o 2 nəfər arasında bir-birinə qarşı soyuq münasibət olsun, onlar qiymətləndirmədə bir-birinə aşağı qiymət verə bilər və yaxud da o 2 nəfər bir-biri ilə daha yaxın dost olsunlar, bu vaxt onlar bir-birini qiymətləndirmədə şişirtmə, artıq qiymət verə bilər. Bu onun deməli mənfisidir. Qruplarla iş formasında da, yəni qruplar təşkil olunacaq, orada şagirdlər müzakirə əsasında öyrənəcəklər və bir nəfər qrup lideri o ümumiləşməni edəcək. Mənfisi odur ki, yəni müsbəti belədir ki, şagirdlər bir-birindən öyrənir, 4K bacarıqları şagirddə formalaşır, əməkdaşlıq, ünsiyyət, dinləmə mədəniyyəti, bir-birinə hörmət formalaşacaq. Mənfisi odur ki, orada bəzi şagirdlər var ki, daha aktivdir, digərləri isə passivdir. Müəllim müşahidəni güclü aparmalıdır ki, hansı şagird necə çalışır. Bütün siniflə iş forması da bir tapşırıq bütün sinif üzrə müzakirə olunacaq və burada, yəni burada da bir tapşırıq ümumi olaraq müzakirəyə çıxarılır. Hər bir şagird fikrini deyir, lakin orada aktiv olanlar daha sürətli cavab verir, passiv olanlar isə daha gec cavab verir. Bunun da mənfisi budur. İş üsulları var. İş üsulları da hansı iş üsulları var? Məsələn, akvariumdur, karuseldir, Sokrat dialoqudur, müzakirə xəritəsidir. Daha sonra debat, qərarlar ağacı və s. Bu iş üsulları da biz məqsədə əsasən, alt standarta əsasən bu iş üsullarını seçirik. Resurslar da istifadə edəcəyimiz resurslardan söhbət gedir. Daha sonra belə bir sual, Down sindromu nədir? İnsanın genetik quruluşunda olan pozuntudur. Normal insanda 46 xromosom olur, Down sindromlu insanda isə 47 xromosom olur. Deməli, bu insanların, bu uşaqların badamvari gözləri, enli və yastı burnu, qısa barmaqları və qısa boyu olur. Dili bir qədər irəli və çölə çıxıq formada olur. Dərsdə istifadə etdiyiniz təlim strategiyaları hansılardır? Dərsdə istifadə etdiyimiz təlim strategiyaları dedikdə biz iş üsulların, iş formaların, metod və texnikaları nəzərdən keçiririk. Yəni, bunlar olur təlim strategiyaları. Qrupla işin hansı üstünlükləri var? Qrupla işdə şagirdlər yardımlaşma hissi yaranır şagirddə. Çətinlik çəkən şagird digərindən öyrənir. Yoldaş qiymətləndirməsi var, ünsiyyət və əməkdaşlıq formalaşdırılır. Yəni,
Qrupla işdə yaxşı oxuyan, yaxşı öyrənən şagird zəif şagirdi müzakirə əsasında öyrədəcək. Burada empatiya hissi var, burada qarşılıqlı anlaşma var, bir-birini dinləmə var, ünsiyyət, əməkdaşlıq bacarıqları var ki, bu da 21-ci əsr bacarıqlarıdır. Hikmət Mirzəyev kimdir? Sualına belə cavab veririk ki, yəni Hikmət İzzətoğlu Mirzəyev Biləsuvar rayonunda anadan olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, xüsusi təyinatlı qüvvələrin komandanı 2016-cı ilin aprelində Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Cəbrayıl rayonunun işğaldan azad edilməsi əməliyyatının başçısı və Şuşa şəhərinin işğaldan azad olunması əməliyyatının rəhbəridir. Növbəti suala baxaq. Həyəcanlandıqda nə edirsiniz? Həyəcanlanmaq hər bir, məsələn, istər savadlı, istər savadsız kim olur olsun, yəni həyəcanlanma təbii bir haldır. Yəni həyəcanlanmaq məsuliyyətli olmalı göstəricisidir. Özümü ələ alıram, daha təmkinli və səbirli olmağa çalışıram. Özünüzü kiməsə təsvir etsəydiniz, necə təsvir edərdiniz? Bu sualın cavabına biz qətiyyən özümüzü tərifləmirik, özümüz haqda yəni tərifli sözlər demirik. Şagirdlərlə səbirli və təmkinli rəftar etdiyimizi deyirik və onlarla işləməkdən zövq aldığımızı deyirik. Qiymətləndirmə nə zaman şagirdin nailiyyətinə mənfi təsir göstərir? Qiymətləndirmə şagirdin nailiyyətinə o zaman mənfi təsir göstərir ki, şagirdin şəxsi keyfiyyətləri vurğulanır. Yəni, şagirdə sən istedadlısan, sən savadlısan, bu cür keyfiyyətlər vurğulandıqda şagirddə bir ego yaranacaq. Ona görə də şagirdin şəxsi keyfiyyətləri deyil, onun fəaliyyəti qiymətləndirilməlidir. Və şagirdə destruktiv rəy verdikdə, destruktiv rəy nədir? Qırıcı, pozucu rəy. İlk olaraq şagirdin mənfi xüsusiyyətlərin, onun uğursuzluqlarını dilə gətirmək. Keçmişə yönəlik rəydir, destruktiv rəy. Etmədin, yazmadın. Yəni, gələcəyə yönəlik rəy verməliyik ki, bu şagirddə motivasiya yaratsın və öyrənməyə həvəsləndirsin. Demək, qiymətləndirmə nə zaman şagirdin nailiyyətinə mənfi təsir göstərir deyildikdə, şəxsi keyfiyyətləri vurğulandıqda, destruktiv rəy olarsa, bu kimi hallarda şagirdin nailiyyətinə mənfi təsir göstərir. Dərsimiz bu qədər. Əgər dərsimiz sizin üçün faydalı oldusa, əməyə hörmət olaraq bəyənib, dəyərli fikirlərinizi yazmağı, abunə olmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşənədək.